Bugünkü videoda maraqlı bir mövzu haqqında danışacağıq. Ayrı-ayrı faylları bir fayl şəklində birləşdirmək. Normalda bax tutaq ki, kitab yazırıq, fəsillər də ayrı-ayrı yazmışıq. Biz indi tam olaraq bir fayl yaratmalıyıq və bu faylda bütün fəsilləri birləşdirməliyik. Normalda biz fəsil 1 yazmalıyıq. Ctrl+A hamısını seçirik, Ctrl+C kopyalayırıq və tam faylını açırıq. Burada birləşdiririk. Yenidən fəsil 2-ni açırıq. Yenidən kopyalayırıq və ya kəsirik. Tab faylında bunu birləşdiririk. Bu kifayət qədər vaxt aparır. Mən bunun çox qısa bir zamanda edilməsini göstərəcəm. Hansı formada edilir. İlk növbədə həmin tam faylını açıram. Gördüyümüz kimi boşdur. Insert lent tabına girirəm. Obyekt. Girdik. Text from file. Seçirəm. Ekrana gələn pəncərədə həmin qovluğu seçirəm. Kitab qovluğunu seçdim. Fəsil 1-i seçirəm. Burada seçmə əməliyyatı bizim istəyimizdən asılıdır. Yəni, birinci fəsli, birinci faylı seçib, shift'i basıb sonuncu faylı basında hamısı seçilir və yaxud mouse'un sol düyməsini basıb saxlamalı seçilir və yaxud da ki, bir-bir kontrol düyməsini basıb saxlamalı, bir-bir seçirik və fayllarımız seçilir. Yəni, əsas odur ki, faylları seçirik. Artıq insert əmrini verəndən sonra bütün fayllar 1 saniyə müddətində bir fayl şəklində birləşdi. Tam adlı bir faylda bütün 26 səhifəlik bir fayl yarandı. Çox vaxt itirmədən bir neçə faylı biz bir fayl şəklində göstərdik.